İxlas surəsi 3-cü ayənin təhlili ləm yəlid və ləm yulad mənası doğmadı və doğulmadı. Buraya görə nə yazılıb? Ləm cəhd-i mütləq, sonra nefi və cezm hərfi üstə gəl məczum müzari fiil. Nə deməkdir bu? Burada ləm inkar ədatıdır. Feilin indiki zamanın önündə gələrək feilin şərt formasını əmələ gətirir və feilin sonunu neyir? Sükunlaşdırır. Ləm yəlid. Əslində bu yəlid vələdə keçmiş zamanı vələdə yəlidu feilindəndir. Demək ləm neynədir? Onun indiki gələcək zaman feilinin sonunu nədir? Sükunlaşdırdı və burada iki qeyd olunub cümlə huvə mübtədasının ikinci xəbəri də adlandırılır. Huvənin ikinci xəbəri neynir? Adlandırılır. Sonra və burada ətif hərfi, yəni bağlayıcıdır. Ləm yulad, doğulmadı, doğmadı, doğulmadı. Burada yenə cəhd-i mütləq, ləm inkar ədatı, yenə indiki gələcək zaman feilinin sonunu sükunlaşdırdı. Feilin şərt formasını əmələ gətirir, ləm ədatı. Sonra burada feil demək ki, indiki gələcək zamanın məhsul növündədir. Demək, yulad əslində əvlədə yulidu demək məlum forması, yuladu isə onun olacaq, demək məhsul növü olacaq və sonunda da sükunlaşma burada peyda oldu.